Məşhur Erik Erikson insanın müxtəlif yaş mərhələlərindəki müxtəlif böhranları, krizisləri ayırd etmişdi. Onlara gəlin bir yerdə baxaq. Bu birincisi 2 yaşa qədər olan dövrü əhatə eləyir. Birinci mərhələ güvən mərhələsidir. Uşağın ana ilə ünsiyyəti çox önəmlidir. Burada önəmli şəxs anadır. Uşağın anadan o güvəni alması, o təhlükəsizlik hissini alması gələcəkdəki münasibətlərinin normal, gözəl olacağının işarəsidir. İkinci mərhələ bu 3 yaşını əhatə eləyir, yəni ikinci böhran yaşı 3 yaşını əhatə eləyən bir dövrdür ki, bu dövrdə 3 yaşından uşaq artıq özünü tanımaqla məşğul olur, öz kimliyini, cinsiyyətini, görünüşünü və s. olan məsələlər onu çox maraqlandırır. Burada hər iki valideynin rolu önəmlidir. Uşağın cinsini və onun görünüşünü olduğu kimi qəbul etmək önəmlidir. Çünki bu uşağın özgüvəninə və onun gələcəkdəki belə deyim də hisslərinə təsir eləyir. Burada problem olarsa özgüvənsizlik və utanc hissi yaranır gələcəkdə. Üçüncü mərhələ bu 3-5 yaş arası olan mərhələdir. Bu yaşda da ki uşaqlar daha çox sual verirlər, onlar ətraf aləmlə daha çox maraqlanırlar. Burada da həm valideynlərin, həm də ki ətrafdakı uşaqla məşğul olan adamların uşağa olan münasibəti çox mühüm rol oynayır. Onun suallarına dəqiq, düzgün cavab vermək lazımdır. Onu əhəmiyyətli saymaq lazımdır, hər sualını. Əks halda, əgər onun sualına gülünərsə və yaxud da ki, onun sualı axmaq bir sual hesab olunarsa, uşağa bunu hiss etdirilərsə, bu zaman uşaqda günahkarlıq hissi yarana bilər gələcəkdə onun və yaxud da ki, utanc hissi yarana bilər. Dördüncü mərhələ bu natamamlıq hissinin yarandığı dövrü əhatə eləyir. 6-12 yaşa əhatə eləyir. Bu məktəb dövrünə təsadüf eləyir. Uşağın təlim fəaliyyəti ilə bağlıdır. Burada da ki, müəllimlərdən və valideynlərdən çox şey asılıdır ki, uşağın əgər zəhməti, oxuduğu material, öyrəndiyi şeylərə münasibət dəyərsizləşdirilərsə, ona gülünc yerinə qoyularsa, ona axmaq deyilərsə, küt və s. kimi sözlərdən istifadə olunarsa, sən bilmirsən, bacarıqsızsan və s. kimi uşaqda natamamlıq komplekslərinin yaranmasına gətirib çıxardır. 5-ci mərhələ bu yeniyetməlik krizisi, böhranı mərhələsidir ki, burada da uşaqlar, yeniyetmələr özlərinin hara aid olduğunu, kim olduqlarını, hansı qrupa aid olduqları məsələləri əsas tələbatlardan biridir. Burada da ki, valideynlərdən ayrılırlar çox zaman yeniyetmələr, yəni daha çox dostları ilə vaxt keçirmək istəyirlər, hansı ki, bu da normaldır onların inkişafları üçün. Əgər valideyn ancaq mənim sözümü eşit, ancaq mən deyən olmalıdır fikri ilə getsəm, bu zaman uşaq inkişaf eləyə bilməz, hara aid olduğunu anlaya bilməz. Bu da onun gələcək həyatına mənfi təsir göstərə bilər. Digər mərhələ bu gənclik mərhələsidir, daha doğrusu gənclik böhranıdır, həm də mərhələsidir ki, burada da ki, əsas tələbat sevgi olan tələbatdır, yaxın münasibəti olan tələbatdır. Burada məsələn öz daha çox həyat yoldaşı ilə vaxt keçirmək istəyir, tələbat budur, daha çox öz nişanlısı ilə, sevgilisi ilə və yaxud da ki, yaxın münasibətdə olduğu şəxslə münasibət keçirməyə tələbatdır ki, bu tələbatın da lazımlı səviyyədə ödənilməməsi onda tənhalıq hissi yaradır, onda güvənsizlik hissi yarada bilir və s. 7-ci mərhələ bu məhsuldarlıq mərhələsidir. 40 yaşına qədər olan dövrü əhatə eləyir, cəmiyyət üçün faydalı olmaq, daha çox yaratmaq, daha çox çalışmaq və s. Deyərdim ki, bəlkə də bu mərhələ yəni uzanır, amma bunun böhranı 40 yaşda özünü göstərir. 40 yaşa qədər heç bir şey edə bilməyən insan bir böhran keçirdir. Mən nəyi etmişəm, edə bilməmişəm və s. kimi suallar verir özünə. Əgər burada onun istədiyi kimi nəticə olmasa, o böhran yaşayır və sonra bunu kompensasiya etməyə başlayır artıq qocalığa qədər və sonuncu mərhələ artıq qocalıqdır, sonuncu böhran. Bu da ki, ümidsizlik mərhələsidir. Artıq özünə qapanma mərhələsidir, tələsməmə mərhələsidir də belə deyim. Artıq heç bir şey etməyə onun enerjisi yoxdur. Artıq gücü yoxdur və bu zaman o artıq keçmişdəki xatirələrindən danışır. Görürsünüz, məsələn, qocalar daha çox danışırlar, yaşlı insanlar öz təcrübələrini bölüşürlər və s. Bu bir tələbatdır ki, mən öz həyatımı yaxşı yaşamışam, məhsuldar yaşamışam kimi mesajlar ötürürlər.